Salam. Yay imtahanı ilə əlaqəli abituriyentə kömək rubrikasında izahlarımızı davam etdiririk. 3-cü qrup ədəbiyyat fənni. Mövzular isə əlaqə testlərindən 2-ci nömrəli tapşırığa baxırıq. Verilmiş əsərləri Venn diaqramı əsasında müqayisə edin. Verilən əsərlər 1-ci Qoca və Dəniz, bu povestdir, 2-ci Nurəddin, bu hekayədir. Epik növdə hekayə janrında yazılıb. Bu fikir, birinci fikir 2-yə aiddir. Ona görə 2-yə yazırıq. İkinci əsərdə insan xarakterinin böyük iradə və tükənməz güc, bu Qoca və Dənizə aid fikirdir. Ona görə bunu 2-yə yazırıq. İkincini 1-ə yazırıq. 3. Xeyirxahlığın nə vaxt insanın qarşısına çıxacağı fikri, ideyası verilir. Bu Nurəddinlə bağlı hökmdə. Ona görə 2-yə yazırıq 4-ü. 3. 4. Böyük mənəvi güc, qüdrət tələb edir mübarizə. Bu artıq Qoca və Dənizlə əlaqəli hökmdür. Ona görə 4 1-ə yazılacaq. Və əsərdə danışıq, nağıl etmə, təhkiyə yolu ilə əks etdirilib hadisələr. Bu da hər ikisi üçün ortaq cəhətdir. Çünki hər ikisi epik növdür. Ona görə 5 də ortaya yazılacaq. İndi seçimdə vaxt itirməmək üçün necə işləyirik? Birinci 2 ilə işləyirik. Bir də 2 olmalıdır. A variantı. Bir də 2 yoxdur, gedir. B-də saxlayırıq. C-də yoxdur, gedir. D-də yoxdur, gedir. 3 variant 2-yə görə kənarlaşdı. İkinci 3 ilə işləyəcəyik. Xeyirxahlıq Nurəddinə aiddir. Deməli 2-də mütləq 3 olmalıdır. 2-də baxırıq, B və E variantı arasındayıq. B-də 3 var, E-də isə 3 yoxdur. Deməli, E variantı kənarlaşır və düzgün cavabımız B variantı.